sıra hərəkətləridir. Gedəyində sıra hərəkətləri. A. Sıra hərəkətləri üçün müəllimlər, yadda saxlayın. Nəzərdə tutulmuş idman zalı 9 hissəyə bölünür. Zal, burada görün, şəkli var ama. Baxın, 9 hissəyə bölünən zalımız var. Bu, sıra hərəkətləri üçün nəzərdə tutulmuş nədir? Zaldır. İndi bu, çox məktəbdə ola bilsən yoxdur, amma məsələn, Cəbrayıl müəllim məktəbində var. Düzdür, Cəbrayıl müəllim, mən bilən olmalıdır sizin məktəbdə. Çünki sizin məktəb təmirdən sonra çıxmış məktəbdir. Bəli. Yox. Var. Cəbrayıl müəllim, nə oluyor? Mən də gedibin də elə bir yedib yoxa çıxıb da demək yoxdur yerində də. Yadda saxlayın ki, zal 9 hissəyə bölünür. 9 hissəyə bölünür, indi zala ümumiliklə qayıdacaq. Gedək birinci idman geyiminə və onun əsas nəyi təşkil etməsinə. Ola bilər ki, məsələn, sual düşər ki, geyim təmiz olmalı. Düzdür? Geyim təmiz olmalı. Sintetik parçadan, görürsünüz bunu niyə qırmızı yenə yazmışam? Ona görə yazdım ki, olmamalıdır. Baxın, olmamalıdır. Aydındır. Bunları özüm bilə-bilə qırmızı yazdım ki, bir yadınıza qalsın deyə yazdım. Geyim təmiz olmalıdır, virgül. Sintetik parçadan olmamalıdır. Nöqtə. Aydındır. Geyim təmiz olmalı, sintetik parçadan olmamalıdır. Sintetik parça olmamağı sizin təmiz saxlayır. Yəni, sintetik parça olanda insan neynəmir? Bədən rahat nəfəs ala bilmir, müəllimlər. Aydındır. Bax, bədənin rahat nəfəs almasına şərait yaradır. Yəni, sintetik parçadan olsa bu zaman bədən neynəməyəcək? Rahat nəfəs ala bilməyəcək. Aydındır. Sonra, geyim, yüngül və rahat olmalıdır. Sonra, idman ayaqqabısı yumşaq parçadan olmalıdır. Ayaqqabının altı düz və elastik olmalıdır. Və sürüşkən olmamalıdır, müəllimlər. Yəni, sürüşkən nə isə zalda şagirdin yıxılmağına səbəb ola bilər deyə neynəmək olmaz? Sürüşkən bir materialdan olması düz deyil. Yəni, sürüşkən bir materialdan istifadə olunmamalıdır. Ayaqqabının ipi uzun olmamalıdır. Bu hərəkət zamanı sizin təhlükəsizliyinizdə neyniyə bilər? Təhlükəsizliyiniz üçün bir mənalı olaraq vacibdir ki, ayaqqabının ipi uzun olmasın. Aydındır müəllimlər. Sonra, idman ayaqqabısı təmiz olmalıdır. Təbii ki, biz zala giririk. İdman ayaqqabısı təmiz olmalıdır. Altı çirkli olmalı deyil, yenə altı da təmiz olmalıdır. Bunun üçün siz fiziki tərbiyə dərsləri üçün ayırdığınız ayaqqabıdan neynəməlisiniz, müəllimlər? İstifadə etməlisiniz. Aydındır, istifadə etməlisiniz. Baxın, bu qırmızı ilə yazdığımı müəllimlər diqqətlə baxarsınız, indi onun ətraflı və geniş, səliqəli formada sizə izahını daha verəcəm. Yadınıza saxlayın ki, müəllimlər, bir həmişə mərkəzdə olur. Baxın, görün neçə yerə bölünür. Fikir verin, bax, 2 dənə şagülü xət çəkilir, 2 dənə də nə çəkilir? Üfüqü xət çəkilir. Düzdür? Şagülü və üfüqüdür. Mərkəzi də, baxın, bunda qırıq-qırıq bölüm ki sizə, yadınıza qalsın. Mərkəzdən də qırıq-qırıq xətlə bölünür. Bu, bir növ nəyə oxşuyur, Cəbrayıl müəllim? Voleybol meydançasına oxşuyur. Oxşuyur. Ay, sağ ol. Bir növ də voleybol meydançasına oxşuyur. Baxın, buradakı rəqəmlərə fikir verin. Voleybolda olduğu kimidir. 2, 3, 4. Fikir verin. Öndə gedən xətlərə baxın. Öndə gedən birinci olan xətlər voleybol meydançasında eynən birə-bir xətlər. Yadda saxlayın müəllimlər. Bir həmişə mərkəzdə olur, bir mərkəzdə olur. 9 isə baxın, qapının girişində birinci 9 olur müəllimlər. Yəni siz əgər
meydançanın düzgün ölçülməsini müəyyən edə bilmirsinizsə, qapıdan daxil olduğunuz, yəni giriş qapısından birinci 9-un üstünə çıxırsınız siz. Aydındır? Aha, gəlin indi sizə bunun açıqlamasını da verim. Mərkəz 1-dir, mərkəz həmişə 1 olur. Sonra yuxarı sağ künc. Bax o müəllimlər, yuxarı sağ künc, o səs müdasında onu bağlasın. Yuxarı sağ künc 2 olur, yadınızda saxlayın, 2 olur. Sonra yuxarı orta. Yuxarı orta deyəndə Cəbrayıl müəllim nəyi deyir? 3'ü soruşur. Yuxarı orta. Düzdür? 3'ü soruşur. Yuxarı sol künc. Baxın, bura nədir? Ora 2'dir. Ay sağ ol, bura sağdır. Sağ. Bura nədir? Soldur. Ay sağ ol. İndi bizdən nəyi soruşur? Yuxarı sol künc. Məsələn, mən sual verəndə Cəbrayıl müəllimə ki, Cəbrayıl müəllim, yuxarı sol künc. Mən bunu dedim Cəbrayıl müəllimə, yuxarı sol künc. Mən də rəqəmi 4 deyəcəm də sizə. Sən də mənə rəqəmi soruşarsan. Deyərsən ki, məsələn 4-dür. Və yaxud ki, mən sualı belə verəcəm. Cəbrayıl müəllim 4 harda yerləşir? Əgər Cəbrayıl müəllim bunu bilirsə, avtomatik deyəcək ki, harda? Sol künc, yuxarı sol. Aydındır? Yuxarı sol küncdə də nə yerləşir? 4 yerləşir. Cəbrayıl müəllim aydın oldu? Bəli. Yəni, bizə sual veriləndə mərkəz ortadan, orta hissədən yuxarı neçədir? Orta hissədən yuxarı 3'dür. Yuxarı sol künc neçədir? 4'dür. Yuxarı sağ künc neçədir? 2'dir. Bunu müəllimlər gözünüzün qabağında göz yaddaşı olaraq saxlıyor. Aydındır? Göz yaddaşı olaraq saxlıyor. Məsələn, mən belə bir sxem çəkəcəm, bax bu formu. Buraya yazacağım ki, məsələn, 4. Cəbrayıl müəllim, bu düzdür, səhvdir. Cəbrayıl müəllim düzdür, əlbəttə ki, bu səhvdir. Bu düzdür. Ay sağ ol, bu səhvdir. Məsələn, buraya yazacağım ki, 5. Düzdür. Buraya yazacağım 7. Bura 8. Bura 9. Bura 6. Bura 1. Bura 3. Bura 2. Bura 4. Cəbrayıl müəllimə məsələn deyirəm. Soruşacağım ki, Cəbrayıl müəllim, burada hansı rəqəm olmalıdır məsələn? Bura yazdım ya 4, ya nə bilim 2, fərqi yoxdur. Aydındır. Siz bunu gərək əzbər biləsiniz ki, avtomatik siz beyninizdə onu 8 saat fikirləşməyəsiniz. Aydındır. Yəni bunu göz yaddaşı olaraq, PDF-də də var və PDF-də qrupumuza atdım. Bunu göz yaddaşı olaraq eyni yadınızda saxlayın. Bayaq sizə oxuduqlarımda o geyim ləvazimatlarıdır, idman geyimdir, ayaqqabısı falandır. Bax, bu da burada hamısı qeyd olunur. Prosta mən özüm onu yazı ilə yazmışam ki, sizə xırda olmasın deyə. Prosta şəklə görə bunu atmışam. Yəni, bunun içindəkinə əhəmiyyət verməyin. Bunu onsuz da sizə yazmışam. PDF-də var. Aydındır. Aha, indi getdik izahının davamı. Baxın, mərkəz həmişə 1 olur. Yuxarı sağ künc 2 olur. Yuxarı orta 3 olur. Yuxarı sol künc 4 olur. Birin sağı və yaxud da ki, nə düşə bilər? Sağ orta. Mərkəzi düşünürəm mənim. Məsələn, düşə bilər ki, Aysənə müəllimə, mərkəzin sağı 5. Məsələn, düşə bilər ki, məsələn deyirəm, düşə bilər ki, sağ orta. Bura sağdır da, düzdür, səhv eləmirəmsə. Bura nədir? Sağdır. Bu 5 sağdadır. Düzdür. Sizə düşər ki, sol orta. Sol ortadır, buradır. Düzdür. Sol. Sol orta nə olacaq? 6. Aydındır. Məsələn, qapının girişi. Qapının girişi nədir? 9'da yerləşir. Və yaxud da ki, qapının girişi qoymaz. Sizə qoyar ki, aşağı sol künc. Bu da soldur, düzdür. Bu da bunun bir küncüdür. Bu ortadır. Bu da
Nədir? 4 harda yerləşir? Yuxarı solda. 6 harda yerləşir? Ortada, sol orta. Düzdür, sol ortada 6 yerləşir. 9 harda yerləşir? Sol künc, aşağı küncdə. Aydındır? Yəni, 4 yerləşir yuxarıda, yığ qoyuraq ki, biri yuxarıdır. 4 yerləşir yuxarıda, 6 yerləşir orta qoyuram, birin ortadadır. 9 da yerləşir harada? Sağ küncdə. Üzr istəyirəm, aşağı sol küncdə. Aysa. Bura qədər kimin sualı varsa buyursun, yenə davam edin. Sizə bunların üfüqi və şaqili xəttləri. Baxın, deyə yazar ki, üfüqi xətt üzərində düzülüşləri yazar. Deyər ki, üfüqi xətt üzərində düzülənlər hansılardır? Biz bilirik ki, üfüqi xətt üzərində düzülənlər hansılardır? Üfüqi deyilsə 1, 2, 3 dənə, düzdür? Bu 7 üfüqiyə. Sizə indi şaqilini soruşaq. 1, 2, 3 dənə, düzdür? Cəbrayıl müəllim. Bəli, müəllim, bəli. Ay, sağ ol. Cəbrayıl müəllim, indi sənə diaqonalı soruşa bilərəm, yoxsa bilmərəm? Soruşa bilərsən. Ay, sağ ol, soruşa bilərəm. Deyərəm ki, diaqonal xətt üzərində yerləşənlər hansılardır? Məsələn, 6 ilə 3 diaqonala düşür-düşmür, Cəbrayıl müəllim, səs at. Düşür. Yox, 9-1, bəli, 9-1-2 düşür. 8 ilə 5. Ayda, 8 ilə də 5 düşür, düzdür? Bəli. 7-4-ə düşür, deməlim. Nə ilə? 7-4-ə. 7-4-də düşür, 6-8-də düşür, 3-5-də düşür. Belə düşürlər, diaqonal. İndi şaqilini soruşaq. Məsələn, 9-6-4 düşür-düşmür? Düşür. 8-1-3 düşür-düşmür? Düşür. 7-4-2 düşür-düşmür? Düşür. Ay, sağ ol. Bunların hamısı nədir? Bunların hamısı müəllimlər diqqətinizdə saxlayın. Yəni, sizdən sualda məsələn deyirəm, verər bu cürünə xətti, diaqonal xətt verər. Deyər ki, məsələn, özdə xətti çəkəndə müəllimlər, xətti çəkəndə heç bir halda bunun üstündə rəqəm olmayacaq, bilin onu. Elə bilərsiniz ki, rəqəmi verəcək. Siz də tapaqsınız ki, aha, burada 2 yoxdur. Xeyr, rəqəm olmayacaq onun üstündə. Onlar deyir ki, rəqəmlə verər. Bunun üstündə heç bir rəqəm görməyək. Bunun üstündə yalnız xətti bu cürdə çəkəcək. Deyəcək ki, diaqonal xətt məsələsini deyirəm, demirəm ümumuna qoy belə düşəcək. Deyəcək ki, diaqonal xətt üzərində, amma xətti çəkmək şərtində, çünki burada diaqonal xətt çoxdur, nəzərində tutmalıdır hansından gedir söhbət, düzdür? Diaqonal xətt üzərində yerləşənlər hansı rəqəmlərdir? Sən də bilirsənsə, yazırsan 9, orada cavabda da görərsən. 1, bir də 2. Əgər xətti soruşursa səndən bu xətt üzərində. Məsələn, belə soruşsa, xətt belə çəkilsə 8, bir də 5'dir. Yox, belə çəkilsə 6, bir də nə olur? Aydındır. Pərvanə müəllim, aydın oldu? Bəli, mənim aydın oldu. Məzmun xətt asandı yoxsa bu? Sözümə gətir. Aha, getdi indi müəllimlər. Şagirdlərin sıra sayını müəyyən etmək üçün. Bu görmə bu şəkildə. Aha, baxın, sıra hərəkətlərinin sıra sayını müəyyən etmək üçün. Məsələn, Pərvanə müəllimənin qrupunda belə deyək ki, 20 dənə uşaq var, düzdür? 20 uşaq var, görə bilən uşaq var. 2, 5, 4, 20. Mənim 20-dir. Elə burada da 20-dir. Yaxşı elə, düz tapmışam. Aha, məsələn, 20 uşaq var. Şagirdlərin sayını müəyyən eləmək üçün neyinirsən? Şagirdlərdə sıra sayı verirsən, düzdür? Deyək ki, dərsdə iştirak edən şagirdlərin sayını müəyyən etmək üçün sıra ilə say komandası verilir. Düzdür? Hər bir şagird başını sol tərəfə döndürərək özünün sıra sayını deyir. Yəni, məsələn, mən
İzzət müəllimə tərəf başımı çevirirəm. Məsələn, mən belə deyək, 7-yəmsə, İzzət müəllimə deyirəm ki, 7. İzzət müəllim başını çevirir, məsələn, Pərvanə müəllimə. Deyir ki, 8. Pərvanə müəllimə başını çevirir Rahidə müəllimə. Rahidə müəllimə deyir ki, 9. Başa düşdünüz? Yəni, bu formadadır. Yəni, gündəlik seçdiyi şeydir, prosta mən bunu deməliyəm. Aha, sola tərəf döndürür, özünün sıra sayını deyir və başını əvvəlki vəziyyətə qaytarır. Bu səs kimdə sınsa bağlasın. Aydındır, cərgənin sonunda sol cinahdakı sonuncu şagird bir addım irəliyə çıxaraq özünün sıra sayını qeyd edir. Yəni, bir addım irəli addım atır və sıra sayını neyiniyir? Say, qurtardı, məsələn, 20-dən. 20 say bitdi. Məsələn, 20-ni verir sizə. Aydındır, müəllimlər. Bu, nə oldu? Sırada şagirdlərinin sayını müəyyən etməkdir. Aydındır. Məsələn, Pərvanə müəllimə şagirdin sayını müəyyən elədi ki, şagirdlər 20 dənə şagird var. Düzdür. İndi deyir ki, komandalara bölmək üçün 1-2 sayırsan. 1-2 sayırsan və yaxud da ki, 1-dən 4-ə qədər. Məsələn, bunlar indi Pərvanə müəllimə deyə bilərsən, bunlar neçəyə qədər sayıblar? 1-2 sayıblar, yoxsa 1-4 sayıblar? 1-4. Ay sağ ol, çünki 1, 2, 3, 4 yerə bölünüblər də, düzdür? 1-4 sayıblar bunlar. Başa bunlar 1-4 sayıblar. Əgər 1-2 olsaydı, burada nə olmazdı? 2 cərgə olardı. Ay sağ ol, bunlar olmazdı burada. Yalnız bu ikisi olardı. Başa düşdün? Uşaq az olanda mənim 1-2 sayılır. Uşaq çox olanda 1-4 qədər. Uşaq çox olanda isə 1-4 verirsən. Mən məsələn bunu komandaya böləndə uşaq. Sonra yerində bunu bildiniz, bunu başa düşdünüz, izah elədim. Dönmələr, sağa dön, sola dön, bunları qalsın burada, bunları gedədik. Bunun ətraflısa izah edəcək. Sonra getdik sıra hərəkətlərini, müəllimlər. Düzlük, baxın, düzlük şagirdlərin birgə hərəkəti fəaliyyəti üçün nə idi? Yerləşməsinə düzlük deyilir. Düzlük 2 cür olur, biri olur cərgə, biri də olur sıra. Aydındır, biri olur cərgə, bir düz xətt üzrə çiyin-çiyinə. Bu nədir İzzət müəllim? Çiyin-çiyinə dururlar burada. Bəli, çiyin-çiyinə, bu cərgədir. Ay sağ ol. Bir düz xətt üzrə çiyin-çiyinə dururlarsa, bu olur cərgə. Bu isə müəllimlər sıradır, baxın. Aydındır. Baxın, Cəbrayıl müəllim, bir dənə səs al. Bəli. Cəbrayıl müəllim, mən sırada şagirdlərlə üzbəüz durmuşam. Şagirdlərə sağa dön komandası verəndən sonra şagirdlər cərgiyə düzülmür, cərgə olur. Sıradan cərgiyə çevirə bilirəm, bilmirəm. Çevirə bilirsə bəli. Ay sağ ol, çevirə bilirəm də. Məsələn, bax, bu nədir? Cərgədir. Cərgənin sürətini almadan ötərə sağa ya sola döndürürsən, bu tərəfdə oldu həminki. Oldu cərgə. Aydındır, oldu cərgə. Məsələn, necə yadında davranır? Niyə görə deyirlər, bankomatda görsən, məsələn, mən tələsirəm, gedirəm, kiminsə, məsələn, qabağında dururam, deyir ki, get sıronda dur. Sıronda get dur deyir. Niyə demir, get cərgə öndə dur? Çünki buna belə düzülməmiş yoxdur. Bu formada düzülmüşük biz. Aydındır. Düzlük 2 cür olur. Bir, cərgə, biri də sıra. Bura qədər aydın oldu müəllimdir? Bəli. Aha. Sonra gedək indi cərgədə. Cərgədə ara məsafəsi. Ara məsafəsi dedikdə müəllimlər, cərgədə ara məsafəsi dedikdə bunu nədir? Baxın, bu iki çiyinin bərabərliyi var, bir-birinin arasındakı məsafə. Bax, ona nə deyirlər? Ona interval deyilir. İnterval. Bir qolun uzunluğu qədərdir. Yəni bir qolun uzunluğunda intervalı saxlanmasın. Ay sağ ol. Buna nə deyirlər? Buna interval deyilir. Sonra öndə duran.
sırada öndə duran müəllimlər, sıranın önündəki yadınıza saxlayın, həmişə istiqamətçi adlanır. İstiqamətdə. Sonuncu isə tamamlayıcı və yaxud da ki, sonuncu adlanır. Əsasən sıra hərəkətlərində buna tamamlayıcı deyirlər. Hərbi xidmətdə də tamamlayıcı deyirlər buna. Amma məktəblərdə isə sonuncu da deyirlər. Bax, burada da yazılır. Bax o. Sonuncu. Aydındır müəllimlər burada. Yəni sıra çox sadədir, gündəlik istifadə elədiyimiz bir şeydir. Çox asan tərsi bu. Aha. İndi gedək müəllimlər nəyə? Cərgəni bildiniz ki, çiyin-çiyinə durursa, yəni şagirdlər bu formada çiyin-çiyinə durublarsa, bu olur cərgə. Aydındır? Bu olur cərgə. Yox əgər bir düz xətt üzrə bir-birinin boyun ardınca düzülüblərsə, bu nə olur Cəbrayıl müəllim? Nə deməli? Sıradır, bu sıradır. Bu olur, bu olur sıra. Sonra cərgədə adlanır, məsafə adlanır, interval. Sırada isə adlanır nə? Məsafə. Cərgədə isə adlanır məsafə. Burada məsafə olur, cərgədə olur məsafə. Bir əl eni qədər. Amma sırada isə olur nə qədər? Bir qol uzunluğunda. Bu idmançının qolu bunun çiynində neyləməyə? Toxunmaqla. Bir qolun uzunluğunda olur. Şagird düzəndə deyirsən ki, bir-birinizdən məsafə saxlayın. Hər bir əl boyu məsafə saxlayın. Əlinin boyu uşağın çiynini uyğun arxaya çəkirlər. Getdik indi müəllimlər. Nəyə? Gedək indi əsas duruşa. Deyir ki, fiziki tərbiyədə bu anlayış sıra duruşu mənasını verməklə şagirdin tabanlarını bir yerdə, pəncəsini bir pəncə enində aralı. Bu səhv eləmirəmsə 2016-da düşmüşdü deyə imtihana. Bilməm, indi gedənlərin yadında qalıb ya yox. Bir o düşmüşdü. Bir də sağa dönmə hansı pəncə hansı tabandır, sola dönmə taban hansı pəncədir. Bir də o düşmüşdür. Bir də bucaq da düşmüşdü. Qərəfə yeməli, qərəcə. Müəllim, bu şey bu vaxtda. Deyirəm də, indi gel. O vaxt biz gedəndə belə bir şeylə mən rastlaşdım oldu. Çünki adı geçmedi. Nəysə, sözüm onda deyil. Deməli, əsas duruş vəziyyəti müəllimdə V şəkilli durur. Tabanlar bitişik olur. V hərfi. Tabanlar bitişik olur. Pəncələr arasında nə qədər məsafə? Bir pəncə qədər məsafə olmalı. Baxın bunların ayaqlarını. Fikir verin. Baxın. V şəkillidir. Aydındır. Tabanlar birləşik olur, bitişik olur. Amma pəncələr neyir? Bir pəncə qədər məsafə saxlanır. Aydındır müəllimlər. Buna qədər kimin sual varsa buyursun. Müəllim, o pəncələr... İndi nəyə? Cərgədə bildiniz ki, intervaldır. Sırada da bildiniz ki, məsafədir. Bunlar yəqin ki, hamıya aydın oldu. Getdik əsas duruşa. Əsas duruşda da şagirdlərin tabanları bitişik olur. Pəncələri arasındakı Pərvazəlindən söz olmasın, 4 barmaq məsafə neyinir? Saxlanır. Aydındır. Getdik indi düzül komandasına. Deyir ki, düzül komandası ilə şagirdlər müəllimin göstərdiyi sıraya sağdan, soldan, ortadan düzlərək əsas duruş vəziyyəti neyinir? Alır. Aydındır. Bu komanda nə komandasıdır? Düzül komandası verilir. Düzül komandası. Baxın, əsas duruş vəziyyətidir. Aydındır. Burada nədir? İstiqamətçi. Burada nədir? Sonundu, yəni tamamlayıcıdır. Aydındır müəllimlər? İndi getdik
deməli, komandalar. İndi getdik komandalar. İniyorsun. A. Yok, sattığımda düşür. A. Deməli, müəllimlər. Komandalardan əvvəl verəcəm dönmələr. Dönmələr müəllimlər, yadınızda saxlayın. Sağa dön, yarım sağa dön. Sağa dön komandası 90, bunun qarasını. Sağa dön komandası müəllimlər 90 dərəcə bucaq altında. Yəni, mən məsələn deyirəm, üzü bu istiqamətə çevrilmək üçün neçə dərəcə dönməliyəm? 90 dərəcəni dönməliyəm. Düzdür? Yəni, sağa dön bucağı 90 dərəcə bucaq altında yerinə yetirilir. Yarım sağa dön. Yarım sağa dön isə 90 yarıya böləndə nə qalır? 45. Ay sağ ol. 90 yarıya böləndə 45 dərəcə qalır. Və müəllimlər, yadınızda saxlayın. Sağa dönmə sağ çiyin tərəfindən icra olunur. Yarım sağa dönmə sağ çiyin tərəfindən icra olunur. Amma qalan bütün hərəkətlər hansı hərəkətlə yerinə yetirilir Cəbrar müəllim? Hansı çiyinlə dağılır? Sol çiyinlə. Qalan bütün hərəkətlər sol çiyinlə icra olunur. Çünki sən idmançı şagird hərəkəti sağ çiyinlə yalnız bir sağa dönə bilər. Sağa. Bir də nə? Yarım. Ay sağ ol. Bir də yarım sağa. Qalan bütün hərəkətlər sola dönmə, geriyə dönmə, yarım sola dönmə, bunlar hamısı nədir? Sol çiyinlə. Ay sağ ol. Sol çiyin üzrə yerinə, məsələn, tam geriyə dönmə, o neçə dərəcə bucaq altındadır? 360. Ay sağ ol. 360 dərəcəli bucaq altındadır. Geriyə dönmə neçə dərəcə bucaq altındadır? 180. Ay sağ ol. 180 dərəcə bucaq altında neyniyir? İcra olunur. Aydındır? Aha. Sonra deməli, getdi indi nəyə? Getdi indi düzlən komandası müəllimlər, baxın budur. Düzlən komandası baxın budur. Düzlən komandası ilə şagirdlər pəncələrini bir xətt üzrə düzlərək sırada əsas duruş vəziyyətini alırlar və başı sağa döndürərək özündən əvvəlki dördüncü idmansının, yəni yoldaşının sinəsini görür. Baxın. Özündən sonra dördüncü idmansının sinəsini görməlidir. Elə dönməlidir ki, yəni bu idmansını neynəməlisən? Bu idmansının neynəməlisən? Dördüncü idmansının sinəsini görməlidir. Aydındır müəllimlər. Məsələn, Cəbrayıl müəllim, sən diqqətlə bir dənə bax. Bax, burada deyək ki, 4 günlük şagird var, düzdür? İndi mən 1, 2, 3, 4. Mən indi bu axırıncı şagird, hansı şagirdin sinəsini görməlidir? İkincinin. Birinci istiqamətçidir. Özündən sonra deyəndə 1, Özündən sonra deyəndə onu istiqamətçiyə çıxacaq. Özündən sonra olsa istiqamətçinə baxmalıdır sinəsindən. Ay sağ ol. Özündən sonrakında olanda gedir hara baxır? Dördüncü istiqamətçiyə. Ay sağ ol. Gedir dördüncüyə baxır. Aydındır? Bəli. Özündən sonra dördüncü idmansının sinəsini görür. Məsələn, gedərsiniz sizə imtihanda sual düşər ki, deyər hansı komandadır ki, şagird özündən sonra dördüncü idmansının sinəsini görür. Bu düzlən komandadır. Aydındır? Bəli. Bura qədər nə qaranlıq qalsa İzzət müəllim. Gedirik fərağat komandasına. Baxın, fərağat komandası budur.
vəziyyətini alırlar. Tez əsas duruş vəziyyətini alırlar. Yəni, burada da əllər sıxılır yana və ayaqlar arasında, pəncələr arasında da bir pəncə qədər, yəni 4 barmaq məsafə tabanlar bitişik vəziyyətdə olur. Aydındır. Barmaqlar isə, baş parmaq isə bud nahiyəsinə simmetrik vəziyyətdə olmalıdır. Yəni, düz olmalıdır. Aydındır. Çiyinlər bir-birinə simmetrik, əllər də bud sümüyü ilə neynəməlidir? Simmetrik olaraq dayanmalıdır və Yox. Yandır mənim, başlayalım, sözüm alın. Sonra, getdiyi nəyə? Azad komandasına. Müəllimlər, bu komandaya, bu şəkillərə, xahiş edirəm sizdən artıq dərəcədə, baxın, bu şəkillərə diqqətlə fikir verin. Gətirənlər bu şəkili qoyarlar, sən də fikir vermərsən, bunun ayağına fikir vermərsən, əlinə fikir vermərsən, görürsünüz, əli də fərqlidir, ayaq fərqlidir, bunun əli ilə, bunun əlində görürsünüz nə qədər fərq var. Baxın, bu azad komandasıdır. Azad komandasıdır. Yadınıza saxlayın. Azad komandası ilə şagirdlər öz yerlərini dəyişmədən, sizi birdən alladarlar. Azad komandasında şagirdlər öz yerlərini dəyişərək istədikləri vəziyyətdə dura bilərlər. Sən də fikirləşirsən ki, bu azad komandası veriblər, yerin dəyişib istədiyi kimi gedib biri uzanır, biri yatır, biri nə bilim oturur. Bunun adiyyatı yoxdur. Azad verilir baxar. O azad komandası ilə dağıl komandası müəllimlər sizi çaşdırmasın. Dağıl komandası başqa şeydir. Azad komandası tamam başqa şeydir. Aydındır. Azad komandası ilə şagirdlər öz yerlərini dəyişmədən sağa və ya sol, sağ və ya, yəni ya sağı boşaltmalısan, görürsən bu sağı boşalt. Düzdür. Bu məsələn solu boşalt. Bu sağı boşalt. Bu solu boşalt. Yəni sağ və ya sol. Demir ha, sağ sol. Sağ sol deseydi ikisini də boşaldacaqdı. Yatacaqdı sən aşağı. Amma səndən yalnız nəyi soruşur? Mahir müəllim, nəyi soruşur səndən? Birin soruşmur. Birin soruşur. Ay sağ ol. Sağ və sözü neyini yürüyecek burada? Və sözü burada sənə deyir ki, dizün birin boşalt, ikisin yox. Sən birin boşaldın. Başa düşdünüz? Bu azad komandasında sonra gedə indi azadı dedim, hərarəti dedim, olmadı komandası. Olmadı komandası ilə, bax, bu imtihanda müəllimlər düşmüşdü və imtihanda allatmışdılar. Bax, iminnovu bu soru. Yazmışdılar. Deyir ki, belə yazmışdılar. Deyir ki, bu hansı komandadır ki, şagirdlər bundan əvvəlki vəziyyətə qayıdır. Olmadı. Məsələn, İzzət müəllim mənə deyir ki, İzzət müəllim səs bir yana. İzzət müəllim mənə deyir ki, sağa dön. Mən şagird olaraq sağa dönürəm. İzzət müəllim deyir ki, olmadı. Olmaz deyən ki, mən əvvəlki istiqamətimə qayıtmıram müəllimlər. Qayıdıram da. Məsələn, Mahir müəllim mənə deyir ki, sola dön. Mən, məsələn, qabağda çıxıb, məsələn, sırada, məsələn, 20 dənə şagird var, məsələn, deyirəm, 20 dənə. Məsələn, deyirəm ki, sağa dön. Sağa dönlər, görürsən, içində biri gec hərəkət edir, ləng hərəkət edir. Avtomatik neyinirsən? Deyirsən, olmadı. Aydındır. Olmadı deyən kimi avtomatik hamı neyinir? Əvvəlki vəziyyətə qayıdır. Bax, olmadı, həmin olmadı. Müəllimlər. Olmadı komandası ilə şagirdlər bundan əvvəlki komandaya qayıdırlar. Başa düşdünüz? Pərvanə müəlliməm. Sonra dağıl komandası. Dağıl komandası ilə şagirdlər cərgədən.
sıradan çıxıb sərbəst gəzirlər. Bax, bu ikisini qarışdırmıyor müəllimlər. Olmadı başqa şeydir, azad başqa şeydir, qağıl komandası başqa şeydir. Aydındır. Bunlar üçü nədir? Fərqlidir. Hamısının ayrıca özünün vəzifəsi var. Əgər sən olmadı komandasını bilmirsən, getdin imtihanda düşdün, gəlib qağıl komandasını götürərsən və yaxud da ki, azad komandasını götürərsən, o sualda avtomatik %100 deyilən ki, sizə səhv. Çalışın, diqqətli olun. Sonra, bu da nədir müəllimlər? Bu da cinahdır. Cinahdır. Məsələn, deyir ki, cərgənin sağ və sol qurtaracağıdır. Cinah, cərgənin sağ və sol, üzr istəyirəm, bu sağdır, bu da soldur. Sağ və sol qurtaracağı nə adlanır? Cinah adlanır. Dönmələr zamanı cinahın adı dəyişmir, müəllim. Aydındır. Dönmələr zamanı cinahın adı heç bir halda neynəmir? Dəyişmir. Başa düşdünüz? Sonra sırada və yaxud da ki, cərgədə idmançıların baxdığı istiqamət müəllimlər front adlanır. Front. Sizə anladarlar nə tər? Sizə anladarlar ki, yalnız, bax, yalnız sözü sizi burada anladacaq. Yazarlar ki, yalnız cərgədə duranların baxdığı istiqamət front adlanır. Cəbrayil müəllim, sırada duranların istiqaməti nə adlanır bəs? Yalnız sözünə görə geçsiniz. Front, müəllim. Ay sağ ol. Burada bu şey, cərgi ilə cinahı bir-birindən ayırmadı yalnız sözünə görə. Ayırdı müəllim. Cinah neydi? Yalnız sözünə görə cərgi ilə sıranı bir-birindən ayırdı. Məsələn, mən də əgər bilmirəm bunların baxdığı istiqamət nə adlanır, mən deyəcəm ki, yəqin yalnız sırada duranların baxdığı istiqamət front adlanır. Yəqin cərgədə duranların baxdığı istiqamət başqadır. Bax, onun altında nə yazır? Düzlükdə məşğul olanların baxdığı istiqamətdir. Front, düzlükdə. Demir, hansı düzlükdə? Yəni, bu ikisinə də aiddir. Aydındır, müəllim. Nə qədər müəllimlər? Sağa dön müəllimlər, sağ çiyin tərəfindən sağ tabanla sol pəncə ilə icra olunur və 90 dərəcədə neyini yerinə yetirir. Məsələn, hamı bilirəm ki, bu dəqiqə məsələn, stolda oturur da, düzdür. Elə ayağınızı qoyun yerə, sağa dönməni yerinə yetirmək üçün. Görəcəksiniz ki, sağ çiyin tərəfə dönürsünüz, sağ tabanı yerə basasınız, sol pəncəni yuxarı qaldır. Sol pəncəndə yerə basasınız. Sağ pəncəni yuxarı qaldırıb, sol tabanı neyini yersiniz? Yerə qoy. Qaldıraqsınız. Sol tabanı sağ tabanı sol pəncəni. Onun başqa bir variantı yox. Bax, bu iminnalı beləncə bu tipdə düşmüşdü. 2016 deyil. Düşmüşdü. Deyirəm də yanıma gəlirsə düşmüşdü. Məsələn, yarım sağa dön. Yarım sağa dönmə görsən İzzət müəllim. Sağ çiyin üzərində sağ taban sol pəncə ilə icra olunur və 45 dərəcə yox, dərəcədə olmalı. Üzr istəyirəm. Səfədir. Aydındır mənim başa düşdüm. 45 dərəcədə icra olunur. Sola dönmə. Sol çiyin tərəfindən sol taban sol pəncə ilə icra olunur. 90 dərəcədə yerə in. Yarım sola dön. Sol çiyin tərəfindən sol taban sağ pəncə ilə icra olunur 45 dərəcədə. Tam dönmə. Sol çiyin üzərində icra olunur. Tam deyir. Tam deyirsə birinci 360'dır. Birdən deyər ki, məsələn,
Sizi çarptırmaq üçün deyər ki, geriyə dönmə 360'dır, xeyr, tam geriyə, bu tam sözün qoymalıdır sizə. Tam geriyə dönmə 360'dır. Elə bilginən ki, fırlanıb qayıdırsan, bu istiqamətə baxırdın, düzdür? Sən bir qrup fırlanırsan, qayıdıb yenə bu istiqamətə baxırsan. Başa düşdür? Aydın deməlidir. Sonra geriyə dönmə. Sol çiyin tərəfindən icra olunur. Sol daban sağ pəncə ilə icra olunur. 180 dərəcədə neyinir? İcra olunur. Bilirsiniz burada niyə sağ daban sol pəncə yazmamışam müəllimlər? Yalnız sol çiyin üzərində. Çünki bir dəfəyə geriyə dönmək mümkündür. Çünki qışların bir-birinə sarmaşıq kimi dolanar və qutuslar. Aydındır. Tam geriyə dönmə komandası verəndə müəllimlər, yadda saxlayın. Neçə dəfəyə dönürsən? 2 dəfəyə var. 2 dəfəyə dönürsən. 181 dönürsən, 181. Sonra da 180 dərəcədə 1. Aydındır müəllimlər burada. Mənim 1-2 deyəndə xəbər verici icra evizi deyilik. Elə getməyin. Gedəcəm, tələş. Gedəcəm. Yox, hələ bildim burada elə olur, onun üçün dedim. Yox, o başqa şeydir. O hərəkət, o icra edici və xəbərdar edici və icra edici hərəkətlər. Onlara gedəcəm. Getdik indi sıra fəndlər. Gedək indi sıra fəndlər. Müəllimlər, sıra fəndləri yadda saxlayın. Aşağıdakı qruplara bölünür. Aşağıdakı qruplara bölünür. Sıra fəndləri düzülüş və yenidən düzülüşlər, irəliləmələr, seyrəlmələr və sıxlaşmalar. Aydındır. Seyrəlmələr və sıxlaşmalar. Bunlar da sıra fəndləri olaraq yerinə yetirilir. Sonra gedək sıra hərəkətlərinə. Deməli, sıra fəndləri zamanı verilən komandalar. Sıra fəndləri zamanı verilən komandalar. Bir zərgəyə düzülən, fərəqət, azad, dağıl, 1-2 say, sıra ilə say, yarım sola dön, yarım sağa dön, ayaqları qaldırıb, qabanla sola dön, ayaqları qaldırıb, qoymaqla sağa dön, yerində addımla marş, dur, olmadı. Bunlar nədir? Bunlar sıra zamanı, yəni sıra fəndləri zamanı verilən komandalar. Aydındır. Məsələn, İzzət müəllim, bu 10-cunu mənə izah edə bilərsən? Ayaqları qaldırıb qoymaqla sola dönmək. Mənim sola dönürsən də ayağı qaldırıb qoymaqla nədir o? Bəli, işte. İdman dönüşüdür da, ayağın Sağ pəncə sol daban dönürsən də burada var ki. Yox, deyir ki, ayaqları qaldırıb qoymaqla sola dön. Ayaqları qaldırıb qoymaqla sağa dön. Cəbrar müəllim izah edə bilərsən? Ondan 11. Bu mənim belə bil bu əskər dönüşüdür də müəllim. Ay sağ ol. Bu nədir? Sırada yerində addımlayan zaman eləyirsən. Cəbrar. Bəli, əskər dönüşü kimi bu şey. Görsən nə deyir? Deyir ki, ayaqları qaldırıb qoymaqla dönürsən. Ayağı yəni yerində addımlayaraq dönürsən. Başa düşürsən? Yerində. Hərəkətdə Hərəkət olan halda. Hərəkətli zamanı yerinə yetirilən dönüşdür bu. Hərəkətli zaman. Aydındır. Yəni, ona görə bu 10-dan 11 açıqladım sizə ki, birdən kimsə bilməz bunu, yəni haradasa qabağına çıxar, səhv bilməz. Aydındır. Sonra, yeriş zamanı verilən komandalar. Bunlar sırada olanlardır, müəllimlər. Bunlar sırada olanlar. Bu heç. İndi gedirik, yeriş zamanı verilən komandalara. Addımla marş.
Bunu hamınız bilirsiniz. Sol ətrafla addımla marş, pəncə üzərində addımla marş, qaban üzərində marş, yəni addımla marş, deməli, istiqamətçi yerində, yəni yeriş zamanıdır bunlar. İstiqamətçi yerində durur. İrəli, yəni komanda verilir irəliyə, sola bitişdirici addımlarla marş, sağa bitişdirici addımlarla marş, dairə üzrə marş, adi addımlarla marş komandası. Aydındır, müəllimlər. Sonra getdik qaçış zamanı verilən komandalar. Qaçaraq marş, adi qaçışla marş, dairə üzərində qaçaraq marş komandası. Aydındır. Sonra gəlir hoppanma zamanı verilən komandalar. Sol ayaq üzərində hoppanmalar, sağ ayaq üzərində hoppanmalar, iki ayaq üzərində hoppanmalar, yarım oturuşdan hoppanmalar. Aydındır. Seyrəlmə zamanı verilən komandalar. Seyrəlmə zamanı. Deməli, sağa, sola bitişdirici addımlarla qollar arasında seyrəlmələr, sol tərəfə, sola bitişdirici addımlarla seyrəlmələrdir. Sağa bitişdirici addımlarla seyrəlmələrdir. Aydındır. Sıxlaşmalar zamanı verilən komanda. İrəli və sola sıxlaşırsan, sola bitişdirici addımlarla sıxlaşırsan, sağa bitişdirici addımlarla sıxlaşırsan, bir də irəliyə bitişdirici addımlarla sıxlaşırsan. Aydındır, müəllim. Qeyd yazmışam. Bax, qeyd yazmışam burada. Tam dönmə və geriyə dönmə hər zaman soldan çıxır. Bu səsimdə son qalır. Deməli, yerində və irəliləmələr zamanı dönmələr. Sola dön, sağa dön, yarım sağa dön, yarım sola dön, geriyə dön komandaları ilə icra olunur. Dönmələr iki sayda yerinə yetirilir. Bayaq kimin sual idi bu? Rahdə müəllim. Dönmələr iki sayda icra olunur. Birinci sayda sıra duruşunu saxlayaraq ayaqları dizdən bükmədən dönməli, bədənin ağırlığını qabaqdakı ayağın üzərinə salmalısan. Təbii ki, məsələn, sən sağa dönürsənsə, Cəbrayıl müəllim, sən sağa dönəndə qabaqda hansı ayağın olacaq sağa dönən zaman? Sağ ayaq. Sağa döndüm. Sağ ayağım, bəli. Ağırlığı sən sağ ayağa salassan, yoxsa götürüb irəliyə qoyduğun ayağa, yəni sol ayağa salassan? Hansızsa deməli, sağ tabanım yerdəsə sağa salacam, deməli o. Burada görünür, bədənin ağırlığını qabaqdakı ayağın üzərinə salın. Bəli. Düzdür. İkinci sayda. O biri ayağının en kısa yolla qabaqdakı ayağının yanına koyulmalıdır. En kısa yol nədir? Yeri buradan götürüp bura koyarsın. Burunun yanına koyarsın. Aydındır? Bəli. Sıra hərəkətləri aşağıdaki komandalarla icra olunur. Düzül bu komanda ilə şagird müəllimin göstərdiyi sıraya sağdan, soldan, ortadan düzülərək əsas duruş vəziyyətini alır. Bu nədir? Bu düzül komandasıdır. Sağdan, soldan, ortadan. Düzülərək əsas duruş vəziyyətini neyiniyir? Alırlar. Aydındır, alır. Əsas duruş. Fiziki tərbiyədə bir sıra duruş mənasını verməklə şagirdlərin tabanları bir yerdə, pəncələri bir pəncə aralığında, qıçları və çiyinləri düz qolları sallanmış vəziyyətdə neyiniyir?
durmalıdır. Bayaq səhv eləmirəmsə, hərəkət komandasında onu sizə izah eləmişdim. Düz bir vəziyyətdə barmaqla da gəlib bükülür. çiyinlər bir-birinə simmetrik olaraq yeniyir, düzülür. Düzdür? Sonra qısları və çiyinləri düz xət, qolları düz olmaqla, qolları sallanmış, barmaqları yarım büklü vəziyyətdə, tabanların, deməli, baldırlarının orta xəttinə, baldırlarının orta xəttinə sıxılmış, baş düz istiqamətdə başlıq düzülüş neyir? Yerinə yetirilir. Aydındır? Sonra düzlən komandası. Düzlən komandası. Bu komanda ilə şagirdlər pəncələrini bir düz xətt üzərində, düz xətt üzrə düzlərək sırada əsas duruş vəziyyətini alırlar. Başları müəllimin verdiyi komandaya müvafiq olaraq sağa düzlən sağa dönərək özündə əvvəlki 4-cü idmançının sinəsini neyiniyir? Görür. Bu düzlən komandasıdır. Bu düzlən komandasıdır. Paraqraf komandası. Bu komanda ilə şagirdlər tez əsas duruş vəziyyətini alırlar. Aydındır? Azad komandası. Bu komanda ilə şagirdlər öz yerlərini dəyişmədən neyiniyir? Sağ və ya sol dizini birazcık neyiniyir? Boşaldır. Aydındır? Amma yeri neynəməmək şərtinə? Yerin dəyişməmək şərtinə. Yadında saxlayın. Sonra olmadı komandası. Bu komanda ilə şagirdlər indiki vəziyyətdən bundan əvvəlki vəziyyətə qayıdırlar. İndi, məsələn, olmadı. Məsələn, Cəbrayıl müəllim mənə deyir ki, sağa dön. Görür, məsələn, mən dönməyim Cəbrayıl müəllimin xoşuna gəlmir. Cəbrayıl müəllim ki, olmadı, təzədən. Olmadı deyən kimi mən avtomatik enirəm. Geri qayıdıram da, yəni əvvəlki vəziyyətə qayıdıram. Aydındır? Evet. Bu olmadı komandasıdır. Sonra dağıl komandası. Bu komanda ilə şagirdlər sərbəst fəaliyyət üçün dağılırlar. Baxın, dağılır, bu sərbəstdir. O şey dağılışırsan, çıxıb gedirsən. Aydındır? Sıra ilə say, sinifdə olan şagirdlərin sayını müəyyən etmək üçün dərsin əvvəlində izah eləmişdim, yenə izah edirəm. Deməli, sıra ilə say, sinifdə olan şagirdlərin sayını müəyyən etmək üçün sıra ilə say komandası verilir. Hər bir şagird başını sol tərəf döndərərək özünün sıra sayını deyir və başını əvvəlki vəziyyətə qaytarır. Cərgənin sonunda olan cinahdakı tamamlayıcı şagird bir addım irəliyə çıxaraq öz sayını neyir? Deyir və say qurtardı deyir. Aydındır? Bura qədər müəllimlər kimə aydın olmaz? Cavab müəllim buradadır, yoxsa çıxır? Sırdıyan müəllim, diqqətlə qulaq asıram. Qəşəng. Diqqətli plan olsun Cavid müəllim. İndi müəllimlər, irəliləmələrdə icra edici komandalar. Yadınızda saxlayın. İrəliləmələrdə icra edici komandalar iki cür olur. Bir, xəbərdar edicidir. Bir də icra edici hissələrindən ibarətdir. Məsələn, Cavid müəllim mənə deyir ki, sağa dön. Düzdür? Belə deyir də Cavid müəllim daim mənə demir, sağa dön, sola dön, geriyə dön, nə bilim, yarım sağa dön. Düzdür? Mən ondan neyniyə bilmərəm, o ritmi tuta bilmərəm. Ən azı 1-2 saniyə Cavid müəllim məndə neynəməlidir? Mənim beynimdə fikirləşməyim üçün mənə şərait yaratmalıdır. Birinci Cavid müəllim nə deyir? Deyir ki, sağa, yəni mənə xəbər verir ki, sənə sağa deyəcəm dön. Düzdür Cavid müəllim?
Bəli müəllim, bəli. Birinci Cavid müəllim mənə xəbərdar edici deyir. Məsələn, Cəbrayıl müəllim mənə deyə bilməz, sağa dön, sola dön, nə bilim, geriyə dön. Aydındır. Məsələn, Cəbrayıl müəllim mənə deyir ki, qaçaraq marş. Düzdür Cəbrayıl müəllim? Bəli müəllim, bəli. Cəbrayıl müəllim məndə nə yaradır? Xəbər verir mənə. Ki, hansın qaçaqsan, hansı yerinə yetirəsən, sağa dönəsən, sola dönəsən. İndi gəlin açıqlamasına baxaq. Deyir ki, deməli, sola döndükdə sol tabanın altında, sağa döndükdə isə sağ tabanın altında verilən komandalar. Yəni, xəbərdar edici və icra edici komandalardan gedir. Aydındır. Aha, gedək indi müəllimlər, əsas məsələyə. Burada bayaq ki, diqqətinizdən biraz da diqqətli olun. Yadınızda saxlayın müəllimlər, addım iki cür olur. Addım iki cür olur. Narratorun dərs tutarır bir şey qalır, bitirir. Addım iki cür olur. Bir, sıra addımı olur. Bir də səfər addımı olur. Baxın, sıra addımı müəllimlər. Bunu qarışdırmayın. Bu ne yazmalı? Bakın, bir sıra addımı var. Bakın bu sıra addımı. Bak bu sıra addımı. Adından görüldüğü kimi sıra. Aydındır. Sıra addımı. Sıra addımı nədir müəllimlər? Sıra addımı həmişə əskərlər yeriş zamanı paradlarda keçirilir. Ən yadda qalan məqamın deyim. Paradlarda görürsünüz sıra ilə. Hamı bir cür adım. Elə bilirsən ki, bir nəfər yeri. Və fərəqat komandası ilə mənə, fərəqat komandası sıra ilə məsəl addımda keçirdə belə deyir. Ayso. Sıra addımına həmişə fərəqat komandası ilə gedirsən. Aydındır. Bu sıra addımı. Səfər addımı. Səfər addımı. Bax, adından görüldüyü kimi səfərə gedirsən. Məsələn deyirəm, Cavid müəllim. Cavid müəllim, səfərə gedəndə, məsələn, gedirsən Bakıya gəlməyə, düzdür? Necə gedirsən? Sadə addımla gedirsən də, düzdür? Normal hamının gəldiyi addım, səfərə gedirsən, səfər addım. Bunları qarışdırmayın bir-biriyle. Aydındır. Məsələn, Cavid müəllimə mən sual verəcəm ki, Cavid müəllim, səfər addımından sıra addımına keçəndə hansı komanda ilə keçirsən? Fərəqət komandası ilə. Sıra addımından səfər addımına keçəndə hansı komanda ilə keçirsən? Azad komandası ilə. Aydındır. Gəlin açıqlamasına bax. Deyir ki, səfər addımı ilə hərəkət edərkən fərəqət komandası ilə sıra addımlarına keçilir. Cavid müəllim dediyidir, düz deyil. Sıra addımı ilə hərəkət edərkən azad komandası ilə səfər addımına keçirsən, bunu da düz demişdi. Aydındır? Bunu da düz demişdi. Sıra addımı ilə hərəkət edərkən pəncə yerə paralel, ayaqqabının burnu deməli, dartılmış vəziyyətdə. Bu sıra addımıdır. Budur. Sıra. Sıra addımıdır bu. Yadınıza saxlayın. Deməli, pəncələr yerə paralel, ayaqqabının burnu dartılmış vəziyyətdə gətirilməli. Ayaqqabı yerdən 15-20 santimetr qaldırılmaqla yerə pəncə taban üstündə möhkəm basılmalıdır. Möhkəm basılmağı nədir? Yəni, şaqat eləməkdir bir növ. Aydındır. Yerə möhkəm basılmalı və dərhal o biri ayağı yerdən neynəməlisən? Aralanmalıdır. Aydındır. Dərhal o biri ayaq yerdən aralanıb, digər ayağa neynəməlidir?
yerinə yetirilməlidir. Sıra hərəkəti ilə hərəkətdə barmaqlar yarım bükülmüş vəziyyətdə ovucular denir, yerə baxır. Ovucular yerə baxır. Bu sıraya aiddir. Səfər addımı ilə hərəkət zamanı ayaqqabının burnunun qabanından ayağı sərbəst qabağa çıxarmalı və yerə adi hərəkətlər ilə neyləməlidir? Basılmalıdır. Qollar irəliyə deməli, qollar irəliyə kəmər səviyyəsinə qədər qaldırılmaqla sərbəst hərəkət edilməlidir. Görürsünüz, sərbəst sözü verib. Sərbəst hərəkət eləməlisən. Yadınızda saxlayın. Hərəkət. Bura qədər aydın oldu müəllimlər? Olmayan yerin deyin, Rahidə müəllimlər. Deyin, izah edin. Hərəkət. Hərəkət müəllimlər, yadınızda saxlayın ki, iki cür olur. Hərəkət. Ya hərəkəti addımlayaraq yerinə yetirirsən, ya da qaçaraq yerinə yetirirsən. Aydındır, hərəkət iki cür olur. Ya addımdır, ya qaçaraq. Bunun ikisindən biriylə yerinə. Addımla hərəkətin normal sürəti. Addımla deyir, diqqətli olun. Gəlin bunların altından qırmızı qoyuyordum, qaçaraq. Ev yox, yadından çıxılmalı. Addımla hərəkətin normal sürəti dəqiqədə 110-120 addım. Addımın uzunluğu isə 70-80 santimetr olur. Addımda, sadə addımdan gedir söhbət. Yəni, qaçaraq yox. Addımdan gedir. Yəni, İzzət müəllim mənə addımla verib, tamamdan düzdür. Mən bir dəqiqə ərzində neynəməliyəm? 100, 110, 120 addım atmalıyam. Addımın da uzunluğu 70-80 santimetr olur. Aydındır? Bəli, müəllim. Qəşəng. Sonra qaçaraq hərəkət. Qaçaraq hərəkət normal sürəti dəqiqədə, yəni bir dəqiqədə 165, 180 deməli addım olmalı və addımın da uzunluğu 85-90 santimetr olmalı. Bura qədər aydın olmayan nə varsa müəllimlər buyurun.